Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bağlı, bağçalı, şəxsi özünə tikilmə, həyət evi axtarışındasınızsa bu videomuzu mütləq sona qədər izləməlisiniz. Təqdimata keçməzdən əvvəl onu da qeyd etmək istəyirəm ki, əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə, bizimlə əlaqə saxlayın. Mülkünüzün satışına tez bir zamanda köməklik göstərək. Keçək evimizin məlumatına. Evin yerləşmə yeri Buzovna qəsəbəsindədir. Ayda parkı keçdikdən sonra Sokara çatmamız. Yoldan 400-500 metr məsafədə yerləşir. Hər tərəfi yaşayış olan yerdir. Ümumilikdə 5,3 sot torpaq sahəsindədir. Yerdən 9-10 daş kürsüdə tikilib. Və evin heç bir zabora bitişiyi yoxdur. Sağından, solundan, arxa tərəfindən də zabordan geniş məsafəsi saxlanılaraq tikilib. Evin həyətində bir neçə çeşiddə bar verən meyvə ağacları var. Həyətində sanitar qovşağı var. Sol tərəfindən gördünüz, arxa tərəfinə keçməyə qapı qoyulub. Evin arxa tərəfdən də zabora bitişiyi yoxdur və rahat şəkildə evin arxa hissəsinə keçmək mümkündür. Həyətdə də sanitar qovşağı var, evdə də sanitar qovşağı var. Evin arxa tərəfində əlavə bir otaqlı əldamı var. Keçək evimizin daxilinə. Evimiz ümumilikdə 4 otaqdan ibarətdir. Qazı suyu işığı daimidir. Və dairəvi qoşadaşla tikilib, altı betondur, üstü kəmərdir. Hazırda evdə yaşayış yoxdur. Ev sahibi özü şəhərdə yaşayır. Solda gəlir geniş bir qonaq otağı. Buranı kim istəyərsə bölüb 2 dənə otaq eləyə bilər və evi otaq sayını 5 otağa da artıra bilərsiniz. Görürsünüz, baba, ara kesmə var burada. Hətta kim istəsə buranı bağlayıb otaq kimi istifadə edə bilər. Ünvanı bir daha qeyd edirəm. Buzovna qəsəbəsi. Ayda parkı keçdikdən sonra Sokar zapravkasına çatmamış. Yoldan 405 metr məsafədə satış zamanı əşyaların da bəziləri evin daxilində qalır. Evimizin qiyməti 125 min manat deyilir. İnşallah ki, real müştərilər olsa, qiymətdə də endirim olunacaq ev sahibi tərəfindən. Əlavə nə suallarınız olsa, buyurun zəng edin, məlumat alın. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.